Güzel bir söz var. Ədalət mülkün təməlidir. Mülk nədir? Mülk Allah'ın yarattığı küllü kainatdır. Onun təməli də ədalətdir. Ədalət sözünün həm də bir mənası adil olmaqdır. Və adil həm də Yaradanın adlarından biridir. Ədalətli olmaq, Yaradana yaxın olmaq deməkdir. Yaradanı tanımaq deməkdir. Yaradanın yarattıklarını və tanıdıklarını tanımaq və qorumaq deməkdir. Ədalətli olmaq, ədalət mülkün təməlidir. Ədalət olmazsa dünyanın nizamı pozular. Kainatın nizamı pozular. Yəni kainatın nizamının pozulmasında insan faktorunun, insan ədalətinin, Allah'ın yarattıklarına münasibətdə ədalətsizlik kainatın nizamının pozulmasına gətirib çıxara bilər ki, indi Dünya COP29 tədbirini keçirmək məcburiyyətində qalır. Çünki Allah'ın yarattıklarına ədalətsiz münasibətin nəticəsini bu günü yaşayırlar və aradan qaldırmaya çalışırlar. Bəzən bizim insanlarımızı çox maraqlandırır. İndi bilmirəm bu günah sahibləri daha çox maraqlanırlar bundan, yoxsa təqva sahibləri. Cənnət hardadır? Cənnət ədalətin olduğu yerdir. Ədalət olmayan yerdə cənnət ola bilməz. Ədalətin olmadığı yerdə cənnət həyatı ola bilməz mümkün deyil. Harda ədalət varsa cənnət oradadır. Harda ədalət yoxsa cəhənnəm axtarışında olanlar bilsinlər. Cəhənnəm oradır. Ədalətin yox edildiyi yerdir cəhənnəm. Ədalət haqqında danışanda belə bəsit şəkildə yanaşsaq, bunu iki yerə bölmək olur da. Var dünyəvi ədalət, bir də var ilahi ədalət. Dünyəvi ədalətin özü də iki yerə bölünür. Burada var ədalət, o dediğiniz həqiqət, haqq, dürüstlük. O bir tərəfində var gücün yarattığı nizam və ədalət adını daşıyan nəsinə, həyat tərzi və yanaşma. İlahi ədalət mütləq ədalətdir. Yəni, Tövhid prinsipini biz qəbul edirik, deyirik ki, Yaradan birdir. Yaradan birdirsə, onda ədalət də yalnız birdir.